Şehrin dicliği bozuldu. Tersliğden yağışla dayanma bilmir. İz götürmem mümkün değil. Buyurun, tıbbi ekspertizanın ilk muayenesi. Ölümü havareden görürler. Sonra Ölenin şəxsiyyətini təyin etdik. Firudin Kazımlı. Əmtəhçidir Kulturk'da. Bu da onun ünvanı yoldaş patpolkovnik. Yeri gelmişken maşın da özünündür. qohum arabasından kimi var? Tək bir qardaşı var, sirkdə işləyir. Fəxrettin Kazımlı, yaxşı artistdir. Ürəkli olandır. Bəs ikinci maşın? Yoldaş patpolkovnik, AZM 5858, uğurlanmış maşındır. Düşünmək olar ki, yük maşınını boş başına uğramayıblar. Necə bilirsiniz? Bəlkə azdırmaq istəyirlər bizi. Güya ki, avariya elə belə təsadüfən olub. Buyurun. Kızın eynəyidir. Optik değil, ha düşelir, pencere köşesi. Yalancı eynəkdir. Dadaş Salayev, sən səhərdən uğurlanmış yük maşını ilə məşğul ol. Oldu. Siyavuş, sən mərhumun qardaşına baş çək. Baş üstə. Qaldı o qız. Onu axtarıb tapmağı sənə tapşırıram Rüstəm. Görün bir hara qalxıb. Bu yaxınlarda mikrorayonda ona ev də verdirdik. Hələ telefon da qoydurduq. Odur, özü də gəldi. Salam. Salam. Xosrov Miriyev. Maşınımı tapdığınız için çok sağ olun. Yola düşə bilərəm. O öz işinizdir. Ancaq mən sizə bir neçə sual verməliyim. Ne olur buyurun. Maşının itməsindən nə vaxt xəbər tutmusunuz? Dünən saat 7'ye yaxın. O saat xəbər verdim. Yaxşı, nəyə görə o maşını öz qapısında saxlayılmış? Mən Şamaxıya getməli idim. Bu da yol vərəqəsi. Yol vərəqəsi gündüz 12-də verilib. Deməli yola düşməmisiniz. Bəli, elədir. Şamaxıya 4 saatlıq yoldur, həm də ki fərsiz yoldur. Özdəki bərk yavaş yağırdı. İşin axırına qədər gəlib çıxa bilməzdim. Dedim ki, gecə çıxım ki, səhər orada olum. Mən gedə bilərəm. Aydındır. Elə hallar tez-tez olur. Hərdən bir olur. Yaxşı, mən gedə bilərəm. Buyurun. Ancaq ona başqa maşın verməli olacaqsınız. O hələlik bizə lazımdır. Sağ olun. Sağ olun. Salam, hoş gördük. Təbrik edirəm. Çox sağ ol. Görürsən nə mənimsəyirlər. Sizdə şirürək var. Tez evlənənlə tez yuxudan duran uduzmaz. Yoldaşım işdədir, bu gün uşaqların anası mənəm. Vedamız da var, necə səhərçi? Ancaq Hacbala, asan değil bunların hamısını boya başa çatdırmaq ha. Ha, sakit ol. Yox da, ata-babamız necə biz də elə. Necə deyirsən, 6 nəfərsiz çıxar. Altını için, məncə orada 8 uşaq var. Qızlar hesabdan deyil. Bilmək olmaz. Dünən biri burada bizi elə çaşdırıb ki, gəl görəsən. Eşitmişəm. Ha, sakit olun. Hökumət taksisindən gəlmişdim öz taksimə keçməyə. Qaynanam danışdı. Yaxşı, hələlik. Yaxşı. Ha, qoyun öz kişinə kəni söhbət edeyim. Pıçsə. Fikir eləmə. Kürün suyu gəlir Bakıya. Şad xəbər olasan. Dayanın, ay yoldaş, bir dakika. Dayanın, dayanın, kömək edin, dayanın. Başlayın, bilirsiniz küçəyə gedirəm, birdən başladılar mənə sataşmağa. Yaylığım da qaldı onlarda. Neçə nəfərdilər? 2 nəfər, yeni yetmə. Qələt eləyiblər, baş qoşmayın. Yox, qorxuram. Birdən qayıdarlar. Olar mən sizinlə gedim, cəmi 3 gün yolun qalıb. Buyurun. Bir dəqiqə, bunu tutun. Plaşımı geyim. Çıxart plaşını bacım. Niyə? Üstündə ləkəsi var. Heç bir ləkəsiz adı yoxdur. Odur, dirsəyində. Sən də o dəstədənsən. Ay, kömək edin! Ay, kömək edin! Ne olub babalar, ne olub? Ne olub orada? Başı xarab olub, atıp çamadanını qaçır. Bizim Rüstəmmiş ki, mən də deyirəm görürsən ne olub? Dayan. Qan ləkəsidir. Bayaq deyəsən dirsəyimi oğlanın burnuna ilişdirmişəm. Sən də qəribə adamsan ha. Gah kömək istəyirsən, gah da çığır bağır salırsan. Nə dayanmısan? Çıx get. Sən bütün məhəlləni yuxudan oyatdın.
Əgər buradan tək getsən, sənə yenə sataşa bilərlər. Sonra gəl sübut elə ki, bu mən deyiləm. Yaxşı, bəs indi mən neynəməliyəm? Düş qabağıma. Səni çıxardım məhəlləmizdən. Ancaq sən o biri səki ilə gedəcəksən. Sizi çoxdan gözləyirəm. Siz məni kimləsə səhv salırsınız. O gecə yadınıza gəlir, özünüzü rəssam kimi qələmə verirdiniz. Tutaq ki, mən memaram. Nə olsun ki? Heç nə, mənimlə getməlisiniz. Axı, mən neynəmişəm? Vaxtı gələndə bilərsiniz. Sən yanlış izə düşmüsən Rüstəm. Xalidə Əşrəfzadə memardır və bu cinayət üçün onun heç bir dəxli yoxdur. Yenə Rüstəmin bəxti gətirmədi. Tələsmə Siyavuş. Rüstəm həmişə səhv eləmir. Budur, baxın, əzilmiş köhnə biletlər. Bunlar Əminənin otağı yoxlanında paltosunun cibindən, bir də bazar çantasından tapılıb. Bu biletlər Rüstəmin diqqətini cəlb edib. Bir sözlə deyəsən o, kələfin üzünü tapıb. Biletlərin hamısı Şıxovaya alınıb. Nə vaxt alındığı da aydınlaşdırılır. Tutaq ki, aydınlaşdı bəs sonra? Sonrası yoxdur ki. Bir şey yadınızdan çıxarmayın ki, iş günü atelyedə saat 5-də qutarır. Ancaq qonşuların dediyinə görə qız evə 8-dən tez gəlmir. Yaxşı, bəs bu 3 saat Əminə hər gün harda olur? Bu oğlanların gözü kördür be ya. Gül kimi qızdır. Yəqin vaxtını səmərəli keçirdib də. Bu vaxta qədər onu heç kəslə görməyiblər. Bu etiketləri gözdən qaçırmayın. Yoxlama göstərir ki, nə bizdə, nə də xaricdə belə bir etiket var. Amma müqayisə edəndə, bunlar Kazımlının Maxaşqalaya apardığı etiketlərin eyni çıxır. İşə bir bax. Gətirmir ki, gətirmir də. Bu qız bir parça çörək olub göyə çəkilib. Əminə! Əminə! Əminə hanı? O da qayalıqda. Heç eybi yoxdur. Mən elə ölməmişəm. Mənə də meyransa deyərlər. Gəlin, gəlin atozun bir halına tamaşa edin. Onu görüm o tutub yansın bu şoğarıb atoz içində. Onu görüm ömrü boyu piyada geçsin elə. Nə olub Meyransa xala? Hacbala neyiniyib yenə? Yaxşı da göz vurma mənim üçün. Buna bax, qızım yazıqda inanırım buna. Dayan dayan səninlə bundan sonra başqa cürə danışacağım. Oğruları tutursunuz, tutursunuz. Bəs bu vicdansız, hə? Kızımın bəxtini oğurlayıb. Bax Rüstəm ilə 3-cü dəfə deyirəm sizə. Əgər ölçü getirmirsiniz, lap bu böyük naçarnikinizin yanına gedəcəyim. Yerin görüm, yerin görüm. Dərsmə paltarımı, cırarsan. Buna bax, Külbaşın 8 uşağı var. Gündə maşınla haraysa yoxa çıxır mənim üçün. Özünə aşına da bır mənim üçün. Yerin görünmürdü şura tozun sifətini yosun elə. Dişlərini düzəltdirib, elə bir dişləyəcək məni. Bezə-gücə yaxtarır. Şoğarı bax, bezə-gücə yaxtarır mənim üçün. Buna bax. Mənə də meyransa deyərlər. Heç eybi yoxdur. Mən öyle denəm sənə ev dağıtmağın tərini. Yerin görüm. Hara gedirsən? Har oldu, tek canımı bu arvadın əlindən qurtarım. Gedən yerim var, gəl aparın. Ana dişlərimi düzəltməyə də ixtiyarım yoxdur. Soğuk deyəndə də ağrıdırdı, isti deyəndə də ağrıdırdı. Bax, qabaq dişlərimin dördü də. Onun baxtımdan yaxşı həkimə rast gəldi. Kimdir? Mən də dişlərimi həkimə göstərsəm pis olmaz. O, Ziya Nəsibzadə pullu poliklinikada işləyir. Aa, deməli harası həmişə onunla gedirsən, hə? Gördün? Yenə Meyran Sarvat ağzını qoyub Allah yolunda. Öz aramızdır, düz deyir. Məndən nöş gizlədirsən, hacı. İstəyirsən deyim sənin dişlərinin ölçüsünü neçə dəfə götürüblər? 2 dəfə. Mənim bu işə daxilım yoxdur. Ziya, sən gəl tərsliyi bıraq. Əminənin yerini de, sonra hara cəhənnəm olursan ol. Ay bıraxdınız məni ya. Sizin gərək ki, şahid naroz olmasın. Rəhmətli Kazımlı yadınızdadır? Kazımlının bura nə dəxli? Dəxli odur ki, dünən axşam köhnə tanışlarımdan birinə rast gəldim. Əminə Şirinovaya. O da hər şey açıb mənə danışdı. Başa düş, biz Əminəni onun öz xeyri üçün axtarırıq. Ona kömək eləmək istəyirik. Kömək? Görəsən, o necə köməkdir? Onu da öz zibilizə çəkmək istəyirsiniz.
Siz saman şöpü axtarırsınız ki, ondan möhkəm yapışasınız. Amma mən siz üçün saman şöpü deyiləm! Atam elə evə gəlməyib. Neynək? Siz onun maşınının nömrəsini bilmirsiniz, ha? Qazıkı 2905. Sən nə yaxşı yaddaşın var. O bizim məhəllədə bütün maşınların nömrəsini bilir. Yox ha, o sənin şeytan. Sənlə də haqq hesabı çürüdə bilərik. İnanmıram. Tülkü kimi qorxaqsınız. Arxadan vurmağı bacarırsınız. Gücünüz elə o qıza çatıb. Toğlayıb öz torunuza salmısınız. İndi də aradan götürmək istəyirsiniz. Yox, onu əmsi axtarır. Heç kəs ona güldən ağır söz deməyəcək. Özünüzü allatmayın. Qulaqlarınızı şəkləyib hər tıqqıltıdan diksinirsiniz. Sizi tapacaqlar. Mütləq tapacaqlar. Az qalıb. Hara lazımsa xəbər vermişəm. Xeyr, Hacbalanın maşını hələ gəlib çıxmayıb. Düzdür, vaxt qurtarıb. Amma özünüz bilirsiniz də, hərdən görürsən ki... Bəlkə qayıdıb görməmisiniz. Yox, nə danışırsınız? Heç elə şey olar. Burada saxla. Burada nə üçün? Nə olub ulu? Gəlsənə bizi də ziyana apardığın yerə aparasan. Çək əlbi, əskini yaş eləmişəm, qoyum da, nöş qorxursan, tərslik eləmə. Mən deyən bismillah. Rədd elə bunu da! Ciyəri yanmışlar, heyvancı gez, gör nə hala salıblar. Abala, nöş də yanmışsınız. Nöş də yanıb, tozun bu halına baxırsınız. Keçin içəri, keçin içəri. Keç içəri, tərslik eləmə. Keçsiz da! Xoşun gəlir, dur. Dur qadasın al, dur sən də geç içəri. Adı nöş tərslik edirsən, yoxsa gəlib düşərlər üstüvə. Dur keç evə. Qoy bir gəlsinlər. Tərslik eləmə. Nə istəyirsiniz? Tez ol, yiyin. Mənim təqsirim yoxdur. İnanırıq. Bir nəfər var, axtarırıq. Kömək elə onu tapaq. Kimi? Ziyanı. Ona nə olub axı? Özünüz oyuna çevirin. İş qəlizləşir. Qorxuram bu səhv ona çox baha başa gəlsin. Nə səhv? Təqsir məndədir. İnanın məndədir, mən gərək onu bu işə çəkməyəydim. O axşam şəhərdən baş götürüb qaçırdım, özüm də bilmirdim hara. Onu görən kimi... Nəysə, hadisənin necə baş verdiyi bizə məlumdur. Bilirik ki, Ziya sənin müəlliminin oğludur. Hətta uşaqlıqda onunla dost olmuşsunuz. İndi siz istəyirsiniz, Ziyanı mənə görə... Ziyanı onlar güdürlərmiş. Ancaq o imkan tapıb bizi xəbərdar elədi. Özü də yoxa çıxdı. Sizi... Ziya xəbərdar eləyib. Onu sənin dostların tələyə salıblar. Bir neçə saatdan sonra hamısı tutulacaq. Ancaq qorxuruq ki, biz ora çatana kimi Ziya əldən gedə. Biz bilməliyik onu hara aparıblar. Sən də oranın yolunu bizə göstərməlisən. Yox, məni aldadırsınız. Başa döşündü, hər dəqiqəmiz qızıldı. Heç nədən xəbərim yoxdur. Bu da onun sənə elədiyi yaxşılıqların əvəzi. Mən də deyirəm axı. Niyə görəsən o belə canfəşanlıq eləyir? İndi başa düşdüm. Məndən söz almaq üçünmüş bütün bunlar. Mən də ona hər şey danışdım. Amma o sizi mənim üstümə göndərib. Mən daha heç kimə inanmıram. Hamı məni aldadıb, hamı, Kazımlını öldürənlər də, əmim də. Ziya da, mən sizə heç bir söz deməyəcəyim. Onda sən iki adamın ölümünə bahis olursan.
Birincidə təqsirin nə qədərdir deyə bilmərəm. Ancaq Ziyanın başına bir iş gəlsə, sənin ucbatın nə olacaq? Bəzən cəza cinayətdən çox ağır olur. Yaman, amansız olur həm də. Mən məhkəmənin sənin taleyini necə həll edəcəyini demirəm. Sən özünü cəzalandıracaqsan. Belə getsə sənin heç bir çıxış yolun olmayacaq. Nəhayət yerə vaxt itiririk. Görmürsən, vəhşi canavardır. Həbs eləyək? Yox. Evə göz olun. Necə danışmışdıq elə. Qoca da sizinlə olacaq, aydındır? Onlar bura gəlsələr onda necə? İnanmıram, daha bura gələ bilməzlər. Dediyim obyektləri mühasirəyə alın. Onların hamısı həbs olunmalıdır. 16 nəfərdir. 16'sı da. Silahı at yere! Nə olub? Əminə.